Müğənni Ofeliya Şabanovanın qardaşı, 44 günlük Vətən müharibəsinin iştirakçısı və qazisi Nur Məhəmməd Şabanov uzun müddət xəstəxanada müalicə aldıqdan sonra vəfat edib. Sferavaz və sosial şəbəkələrdə yayılan məlumata görə, gənc qaraciyər sirrozu və ağırlaşan digər xəstəliklər səbəbindən koma vəziyyətində idi. 27 yaşı koma vəziyyətində keçən Nur Məhəmməd ailəsinin və həkimlərin əlindən gələni etməsinə baxmayaraq bu gün aramızdan ayrılıb. Bu kədərli xəbər bütün Azərbaycanı dərindən sarsıdıb. Ofeliya xanıma və bütün Şabanov ailəsinə dərin hüzünlə başsağlığı veririk. Allah Nur Məhəmmədə rəhmət eləsin, qəbrini nurlandırsın, cənnət məkanı etsin, ailəsinə səbir və dözüm versin. Amin. Nur Məhəmməd Şabanov Vətən müharibəsində iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda savaşmış qəhrəmanlarımızdan biri idi. Onun xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Bu çətin gündə bir-birimizə dəstək olaq, dualarımızı əsirgəməyək.